Qripdən sonra yaranan arpacıqlar, meybamit ola bilər, xələziyon ola bilər, blefarit ola bilər. Bunların hamısının altına yatan səbəb immunitetin aşağı düşməyidir. İmmuniteti aşağı salan istənilən bir faktor bu problemlərin ortaya çıxmağına gətirib çıxaracaq. Qrip, axır vaxt keçirilən qriplər immuniteti dəhşət çökdürür. İmmunitet çökdüyünə görə bu mövzulardan qarşılaşırıq. Bəzən olur, qripi keçirməmiş oluruq, amma stres keçirdirik və ya nataraz yuxu olur və ya qidalanmamız ən çox rast gəlirəm gənc xanımlarda kontrolsuz diyeta ilə məşğul olunca immunitet çox düşür və bu arpacıq, yəni kirpik tibi iltihablar əmələ gəlir. Kirpik tibi iltihabları təzə başlayan hallarda antibiotik müalicəsi ilə tam izsiz ortadan qaldıra bilirik, amma vaxt keçəndə çox təəssüf ki, onlar qabarcıq şəklində, düyün şəklində qalır və onları əməliyyatla çərtib təmizləmək məcburiyyətində qala bilirik. Ona görə imkan daxilində immuniteti aşağı salacaq mövzulardan uzaq dursunlar. Qrip olmamaq üçün də immunitetini qaldıran, misal üçün mənim şəxsən özüm D vitamini, multivitamin, minerallar, mütəmadi bunları istifadə edirəm. Bunları istifadə eləsinlər ki, hər xırda paraşeydə xəstələnməsinlər. Buna diqqət eləsinlər.